65 il yaşayıb İmam Sadiq əleyhissalam. 65 il yaşayıb. 65 il ömürdə çox azdır. Əfsus olsun ki, o dəyərlər ki, cəmiyyətə təqdim olunmuşdu, o dəyərləri aradan qaldırdılar. Bütün imamlar ki, hər zamanasında istədilər insanların əlindən tutsunlar, onları qəbirlərini qazdılar. O quduzlaşmış, dünyapərəst, hiləgər, mənsəbpərəst, taxtpərəst, məqampərəst, tamahkarlar imkan vermədilər ki, imam Allahın kitabını bəşərə təfsir versin. İmkan vermədilər ki, imam Quranın ayələrini olduğu kimi təfsir eləsin. Onların hamısını qətl elədilər. İndi bunların içərisində ən çox yaşayan İmam Cəfər Sadiq əleyhissalam oldu. İmam Cəfər Sadiq əleyhissalamın imaməti 30 il davam elədi. 30 il imamətli elədi və 65 yaşında şəhadət şərbətini nuş elədi. Demək, imam 35 yaşında imamət məqamını nədir? Öhdəsinə götürübdür. İmam Sadiq əleyhissalamın devri çox eşidibsiz, ən səmərəli devirlərdən biridir. İmam Sadiq əleyhissalam, baxın, o səmərəli vaxtdan lazımlı qədər istifadə eləyib. Lazımlı qədər istifadə eləyib ki, o həzrətdən minlərlə hədis nəql olur. O həzrətin minlərlə şagirdi var. O həzrətin hər təxəssüs üzrə xüsusi şagirdləri var. Bizim məzhəbimiz ona görə Cəfəri adlanır ki, ən çox bəhrə İmam Cəfər Sadiq əleyhissalamın zamanında olub. Və imam bir miqdar özünü insanlara tanıdıb. Elmindən insanlar istifadə edir. İmam bəzən münazirəyə özü getmirdi, öz tələbəsini göndərirdi ki, məsələn, gedin filan dinin nümayəndələrindən mübahisə aparın. Bu, ən böyük sərmayə idi. Amma imam vəzifələrindən biri də budur ki, insanların səhvlərini və insanların xətalarını istəyirdi düzəldə. Və bu yolda çalışırdı. İmamların siz həyatına diqqət yetirin. İmamların hər biri zamanasına uyğun addım atıblar. Biz imamı düzgün tanımasaq, onların addımının fəlsəfəsini düz bilməyəcəyik. Məsələn, İmam Həsən əleyhissalam gəlir, sülh eləyir. İmam Hüseyin əleyhissalam gəlir, cihad eləyir. Mübarizəyə qalxır zülmlə. Bu tərəfdən baxırsan, İmam Rəza əleyhissalam gəlir, Məmunun vəliyyətliyini qəbul eləyir. Hətta İmam Məmunun vəliyyətliyini qəbul eləyəndə fitnəkar qrup insanların arasında şübhə yaradırlar ki, bu niyə məsələn gəldi, bu zalimin vəliyyətliyini qəbul elədi? İmamı çünki düzgün tanımırdı. Bu tərəfdən baxırıq, İmam Əli əleyhissalam çox sadə və zahidanə bir ömür yaşayıb. Evi çox sadə olub. Yaşayışı çox sadə olub. Heç bir dəfə buğda çörək yeməyib. Deyir, vallah, halvanın adını eşitmişəm. İyindən xəbərim var, rəngindən xəbərim var, dadından xəbərim yoxdur. İndi əleyhissalam bu cür yaşayıb. Amma İmam Sadiq əleyhissalamın zamanına baxanda görürük, İmam Sadiq əleyhissalamın zamanında insanlar nisbətən vəziyyətləri yaxşı olduğuna görə İmam Sadiq əleyhissalam o zamaniyə uyğun şəkildə yaşayışını sürüb. İmamların həyatı çox maraqlıdır. Əgər imamı düzgün tanımasaq, onların həyatını biz düzgün təhlil edə bilmərik. Ona görə də imamı düzgün tanımayan adam
gəlir tarixdə imamın şəxsiyyətini sual altına aparmaqdan ötəri imama irad eləyir. Necə ki, öz zamanasında o həzrətə iradlar eləyirdilər. Və imam onlara nədir? Əlbəttə cavab verirdilər. İndi onlar istər qani olsunlar, istər qani olmasınlar. Əlbəttə, əsl üsul deyirlər. Üsul imam həyatında dəyişməz olaraq qalır, sabitdir. Üsul sabitdir. Dəyişən nədir? Dəyişən yaşayış formasıdır. Əsl sabitdir. Məsələn, heç bir imam gəlib ədalət əsildir, ədaləti kənara qoymayıb. Heç bir imam gəlib zöhdü kənara qoymayıb. Heç bir imam gəlib bəzi o dəyişməz əsilləri kənara qoymayıb. Dəyişən şey zamanıya uyğun yaşayış tərzləri olubdur. Mən bir neçə dənə imamın həyatından istəyirəm mövzuya aid məsələyə toxunam. O bundan ibarətdir. Deyir, bir dəfə İmam Sadiq əleyhissalam əyləşmişdi. Bir şəxs bunun xidmətində idi. İmam Sadiq əleyhissalam. Bu diqqətlə İmam Sadiq əleyhissalamın üzünə baxırdı, gördü ki, bunun köynəyinin yaxası yamaqlıdır. Yaxasında yamaq var. Bu belə zilliyib gözlərini onun yaxasına baxırdı ki, bu nə vəziyyətdir bu? Niyə məsələn bunun yaxasında yamaq var? Bilirsən, görünən yerdir yamaq. Bu çox təəccübləndi və təəccübdən imama diqqətdən baxırdı. Əxlaq kitablarında qeyd olunur ki, deyir, əgər bir yerdə qüsur varsa, insanlar gərək o qüsura çox toxunmasınlar. Məsələn, bir adamın əyğində problem var, bir adamın qolunda problem var, şildir dəyəkdə, məsələn, belə. Hamı dönə onun, məsələn, qoluna baxa. Bu yaxşı iş deyil. Və yaxud, məsələn, bir adamın bir zahirində bir problem var, deyirlər, ona çox diqqət eləməyin. İndi bu da gözlərini zilləmişdi, imamın köynəyinə baxırdı. İmam buna dedi, nəyə baxırsan? Dedi ki, yəbnə Rasulullah, buna köynəkdir sən geyinibsən. Bunun yaxası niyə bu cürdür? Nə vəziyyətdədir bu? İmam ona baxdı, dedi ki, sənə bir kağız verəcəm. O kağızdakı sözləri oxu. Bəzi gör imamın əxlaqına bax, bəzi insanların cavabı yazılı olur. Bəzi insanların cavabı nitqdən olur. Görürsən, bəzi vaxt ürəyinin sözünü səsdən deyə bilmirsən, yazırsan. O da bir cür yoldur, qaydadır. İmam buna yazı yazmışdı, bir sözlər var idi, bir kəlamlar. Buna təqdim elədi, dedi, bunu oxu. Bu şəxsin sualının cavabı imamın yazısı 3 hissədən ibarət idi. Bu şəxsin imama etdiyi irad və sualının cavabı o yazının 3-cü hissəsində idi. İmam yazının 3-cü hissəsində buna cavab vermişdi. 3 dənə həyati söz yazır. Bir dənə diqqət eləyin. İmam 3 dənə kəlmə deyir orada. O yazıda baxır, oxuyur. 3 dənə sözü var. Birinci söz nədir? Buyurur ki, la imanə limən la həya ələh. Deyir, o adamın ki, həyası yoxdur, o adamın imanı da yoxdur. İman həyyə bağlıdır. Həyya da imana bağlıdır. Bir imkanı yoxdur bir adamın həyası olmuyor, amma imanı ola. İmkanı yoxdur. İman tələb eləyir ki, müminin həyası olmalıdır. Bilin və agah olun. Bir cəmiyyətdə əgər bir mümin ola, biz onu mümin kimi tanıyaq, inanclı şəxs kimi tanıyaq, namaz qılan insan kimi tanıyaq, amma zahirdə onun həyası olmuyor, o mümindir. İmam Sadiq əleyhissalam buyurur. Deyir, imkanı yoxdur mümin. O zahirdəki namazına baxma. Bugün haqq batilə qarışıb. Kim kimədir?
Bir sıra insanlar göz bağlamaq üçün gəlir namaz qılır. İmam Sadiq əleyhissalam buyurur, deyir, həyasına bax. Əgər onun həyası yoxdursa, onun imanı da yoxdur. Bu iki, həya və iman həqiqətdə nəyə bənzir, bilirsinizmi? Qatarın iki reysi var. Qatar iki reys üzərində hərəkət eləyir. Reysin biri xarab olsa, qatar getməz. İki reys üzərində təkərlər gedir. Deyir, onun biri iman, o birisi də həyadır. Ona görə özünü mümin adlandıran şəxs gərək nədir? Həyasına da riayət eləyə. Həyasına riayət eləməsə, onun imanı sual altındadır. Görürsən, ailədə namaz qılan şəxsdir, ailədə özünü apara bilmir. Atasından, anasından həya pərdəsini cırıb, yırtıb, dağıdıb. Və yaxud ailədə evlatlarınla yol getmir, ailədə yoldaşınla yol getmir. Bilirsiniz, münaqişəsiz həyat yoxdur. Amma münaqişənin həddi var. Deyir, o həddə yetirmə ki, həya pərdələri aradan gedə. Həya pərdələri aradan getsə, orada nə səmimiyyət var, nə hörmət var. Allah Teala'dan əlaqədə də belədir insanlar. Mömin adam deyir, o həddə çatmamalıdır ki, Allahla arasında olan o həya pərdəsini nədir? Yırta və dağıda. İkinci nə idi? İkinci buydu ki, İmam buyurur ki, وَلَا مَالَ لِمَنْ لَا تَقْدِيرَ لَهِ. Bu da çox maraqlı sözdür. Əvvəl imam nə yazdı? 3 dənə cümlə var idi. Cümlənin birində dedi ki, həyası olmayanın imanı yoxdur. Bu bir. İkidə gəldi, nə dedi? İkidə buyurdu ki, hər kəs ki, məişətdə onun proqramı olmasa, onun malı yoxdur. Yəni, yaşayışını proqram üzərində tənzimləməsə, o mal sahibi ola bilməz. Gərək insan yaşayışını proqram üzərində tənzimləyir. Yaşayışın proqram üzərində tənzimlənməsi nədir, bilirsinizmi? Məsələn, mən aylığım, maaşım 500 lar idi. Gərək ki, yaşayışımı 500 ları üzərində tənzimləyim. Ayın axırında nədir? Əliboş qalmayım. Bəzən insanlar səhlənkarlıq və bədxərclik ucbatından gəlirlərini o qədər yersiz şeylərə xərcləyirlər ki, ayın ortasında boynunu bükür, onun qapısını döyür, bunun qapısını döyür, ona yalvarır, buna yalvarır, ona mesaj atır, buna səs atır. Yalvarır ki, mənə nədir? Qərz ver, borc ver. İmam Sadiq əleyhissalam buyurur ki, o adam ki, yaşayışının proqramı düzgün olmasa, onun malı yoxdur. Malı da olmasa Allaha şikayət eləməyə haqqı yoxdur. Sən gərək öz yaşayış proqramını özün düzəldəsən. Yaşayışında xərcini, gəlirini və xərcini hesablamalısan. Bəzi insan xaricləyir, amma gəlirini hesablamır. Mənim gəlirim nə qədərdir ki, mən bu qədər xərcləyirəm. Filan kəs məsələn bunu alıb, mən də gərək bunu alam. Filan kəsin boyu var, mənim də boyum olmalı. Filan kəsin aylığınla sənin aylığın bir deyil ki, filan kəsin maaşınla sənin maaşın bir deyil ki. Heç vaxt onunla əyəxləşmək üçün bədxərc olmamalıdır insan. Bədxərc olsan, özündən gedib, şəxsiyyətindən gedib. Bu imamın ikinci sözü gəldi, üçüncü söz ki, o şəxsin cavabı idi. Salavat yad eləyək Muhammed və Muhammed. İmam buyurdu ki, وَلَا جَدِيدَ لِمَنْ لَا خَلَقَ لَهِ. Bu üçüncü sözdür. Üçüncü söz nədir? Çox maraqlıdır. O nə demişdi İmam Sadiq əleyhissalama? İmam Sadiq əleyhissalama sual eləmişdi ki, sən niyə yamağı, boğazı yamaqlı, köynəyin boğazında yamaq var? Bu üçüncü sözü bu idi. İmamın üçüncü sözündə sifarişi budur ki, deyir, o kəs ki, onun köhnəsi yoxdur,
Onun demək təzəsi də yoxdur. Və bir kəlmə. Deyir, köhnəsi olmayanın təzəsi də yoxdur. Görürsən, məsələn, xeyir işin başqa libası var. Evin başqa libası var. İşin başqa libası var. Olmaz ki, elə sən bir libasdan həm toya gedəsən, həm evdə, həm bağda, həm dağda. İmam buyurdu ki, köhnəsi olmayan təzəsi də yoxdur. Mən gəlmişəm, hal-hazırda bunu geyinmişəmsə də, bu işdən əlaqədar bunu geyinmişəm. Bu o demək deyil ki, məsələn, mən görürsən, bəzi insan var, bağda işləyir. Qəsdüm şalvar geyinib bağda işləyəsidir ki. Və yaxud görürsən, bəzi insan gedib, məsələn, idman zalına. Gedib orada, oranın öz geyimi var. Və yaxud, məsələn, rəsmi bir yerə gedib, sport getiləri geyinib, sportivni geyinib. Məsələn, sport paltarı geyinib, rəsmi görüşə gedib. Adama nə deyərlər? Deyir, hər insanın evində bir qat təzəsi olur ki, o çıxanda, onu geyinəndə deyirlər, nə gözəl, maşallah, mübarəkdir, nə gözəl əhqablarım var, nə gözəl, məsələn, kostyumum var, nə gözəl şalvarım var. Da bu elə hamın gözü ağrıyır, elə bağa da bunu geyinir, dağa da bunu geyinir. İmam Sadiq əleyhissalam buyurur, deyir, bu yanlışdır. O cavabını aldı. Çox maraqlı, qişirlər fərqlidir, təbəqələr fərqlidir. Biri gəlir İmam Sadiq əleyhissalama buyurur ki, deyir ki, niyə yamaqlı geyinirsən? Bir zaman keçir, biri də peyda olur mazarratın. Bu gəlir başqa söz deyir İmam Sadiq əleyhissalam. İmam Sadiq əleyhissalam başqa bir məclisdə idi, indi libası dəyişib axı. Biraz o zamanıya uyğun, gözəl libas geyinib. Gəldi İmam Sadiq əleyhissalamın qarşısında durdu. Sufyan-ı Suri deyir, İmam Məscid-ül Həramda idi, İmam Sadiq əleyhissalam yaxşı, gözəl, şik libas geyinmişdi. Sufyan-ı Suri gəldi, İmam Sadiq əleyhissalam qarşısında belə xeyran diqqətlə baxdı, dedi, bu nədir geyinibsən sən? Məcər Peyğəmbər belə libas geyinirdi. Məcər Cəddin Əmirəl-Möminin belə mi geyinirdi? Bu nə vəziyyətdədir sən? Bu yolu getmirsənmi? Və zamanada imamların qədrini bilmədilər, imamı çox kiçildilər. Biri gəlir, deyir ki, sən niyə belə geyinibsən, yamaqlı. O birisi gəlir, deyir ki, sən niyə belə gözəl geyinibsən. İmam ona nə cavab verir? İmam buyurur ki, Cəddin Peyğəmbərin zamanasında fəqirçilik var idi. İnsanlar fəqirçilik içində güzəranlar keçirirdilər. Cəddin Peyğəmbər onlardan eyni səviyyə düşməli idi. Cəddin Əmirəl-Möminin zamanında da hakəzə bu cür idi. O da o cür yaşamalı idi. Bizim zamanımızda o problem yoxdur. Cəmiyyətin çox hissəsi normal vəziyyətdə yaşayır. Mənim geyimim də, libasım da normaldır. Amma bilirsiniz da, imam onu zamanıya uyğun geyinsə belə altından həmişə libaslarının o köynək geyinərdilər ki, o libasın ləzzətini dadmasınlar. Bu imamın həyatının, yaşayışının prinsiplərindən biri idi. İndi biz imam deyilik ki, onun yaşayışının qayda qanunu var. İmam ona cavab verir. Çox maraqlıdır, imama işğal eləyir. Bəzi insanlar var, imamların həyatında onlara badaq vurmağa çalışırlar. Dönüblər ona zərbə vurublar. Dönüblər ona zərbə vurublar. Bəzi insan özünün xəbəri yoxdur. Allah nə yaxşı ki, Strauss quşunu yaradıb. Əlhamdülillah, bizə souti, təsviri şəkildə görsədir ki, başın yerdə, bədənin göydə nə deməkdir. Bəzi insanlar həqiqətən elə hərəkət eləyir ki, elə adamlara işğal eləyir ki, içərisini gəlsən ondan işğal elədiyi o dəyərlərin heç biri onun həyatında nümunəsi yoxdur praktikada. Amma gəlir, məsələn, dəyərləri sual altına aparır. Bu niyə belədir, o niyə belədir, burada niyə belədir, orada niyə belədir. İmam Sadiq əleyhissalama biri gəlir, deyir, niyə yamaqla geyinirsən? Biri gəlir, deyir, niyə gözəl geyinirsən? Allah Təbarək və Teala Kəhf surəsinin 103 və 104-cü ayəsində maraqlı bir söz deyir. Bu həyatı bir sözdür.
bir ayə buyurur. Ayədə nə buyurur? Kəhf surəsinin 103 və 104-cü ayəsində nə buyurur? Deyir, qul həl nunəbbiukum bil əxsərinə ə'malən. Deyir, Peyğəmbər, sənə deyimmi? Ən pis şəxs, ən ziyankar şəxs kimdir? Peyğəmbərə deyir, sənə deyimmi Peyğəmbər? Ən ziyankar kimdir? Ən pis adam kimdir? Bu Peyğəmbərə deyirsə, bizə də aiddir. Əgər bu ən pis şəxsin sifəti bizdə varsa, demək onlarda biri də bizik. Allah eləməsin, Allah eləməsin. Allah Teala nə buyurur? Deyir, Peyğəmbər, sənə tanıdın mı ən pis, səviyyəsiz adam kimdir? Arxasından tanıdır. Bax, diqqət edin. Naqil, nəql eləyən Allahdır. Allah Təbarək və Teala ən pis adamı tərif eləyir ki, cəmiyyətdə bunlardan çoxdur. Allah bizi bunlardan qərar verməsin. Onlar kimdir? Buyurur, Əl-ləzinə zəllə sə'yuhum fil həyatid dünya və hum yəhzənunə ennəhum yuhsinunə suna'a. Əcib sözdür. Deyir, ən pis adam o kəsdir ki, çox başından yekə böyük xətalar eləyir. Amma elə fikirləşir ki, bu ən yaxşı adamdır. Xətalarını görmür. Xətaları ardıcıllıqla gəlir, davamlıdır. Böyük xətalara mürtəkib olur. Amma elə düşünür ki, bunun xətası yoxdur. Ən yaxşı insan budur, ən tərbiyəli insan budur, ən savadlı insan budur. Qarşı tərəf hamı cahildir, hamı savadsızdır. Özündən bir xəbərdir. Eyni o Strauss quşdakı. Özündən bir xəbərdir. Başını vurub yerin altına, başından əlavə bütün bədən çöldədir, elə bilir özünü gizlədir. Bəzi adam bu həyatda bu ayənin predmetidir. Bağ belə, bostan belə, elm məndə, savad məndə, bilik məndə, siyasət məndə, dünya görüşü məndə, bütün gözəlliklərlə səndə yığılıb, elə səni Allah Peyğəmbər eləyərdi da. Elə Allah səni imam təyin eləyər da. Belə baxıram ki, bütün gözəl sifətləri elə özündə görürsən. Əlbəttə, bəzi insan da elə öz-özünü görür. Elə düşünür ki, özünü gördükdə cəmiyyət də bunu o cür görür. Amma eşdən baxanda deyirsən, çox çirkin adamsan, tərbiyəsiz adamsan. Amma özünü çox tərbiyəli görürsən. Bilirsən ki, insan özünü tərifləməsi yaxşı şey deyil. İnsan otura-otura öz-özünü tərifləyir. Xoşu gəlir özündən. Allah Teala deyir ki, onların özlərinə xəbər yoxdur. Özlərindən bir xəbərlər gəlirdilər İmam Sadiq əleyhissalama iradə edirdilər. Özlərindən bir xəbərlər gəlirdilər İmam Həsənə, Həzrəti İmam Rıza əleyhissalama iradə edib. Bir münafiq qayıtdı, dedi ki, sən niyə gəlib vəliəhdiyi qəbul edibsən? O vəliəhdiyi İmam Həsən, İmam Rıza əleyhissalam nə cür qəbul elədiyindən, onun fəlsəfəsindən bir xəbər idi. İmamın məsəli Kəbə məsəlidir. İmamı düz tanımaq lazımdır. İmamı düz tanısan, hər şey həllidir. İmamı düz tanımasan, o bəzi əbləhlər var ki, o günləri kanalların birində o həyasız məxluqatı, bilmirəm bu həyasız məxluqatı niyə bu kanala tez-tez gətirirlər? O həyasız məxluqatı şəxsiyyətini hamınız tanıyırsınız və özünü sərsəm fikirlərindən gündəmə gətirir də özünü. Görürsən, bəzi adamlar naxoşdur, xəstədirlər. Allah onlara əvvəl deyə şəfa versin. Görürsən, səhifəsi var, səhifəsini aktiv eləməkdən ötürü hər zivili səhifəsində paylaşır. Da baxmır, bu əxlaqlı şey paylaşır, əxlaqsız şey paylaşır, lazımlı şey paylaşır, lazımsız şey paylaşır. Sual edirsən, ay qardaş, bu ayıbdır axı, sən bu səhifəyə nədir yerləşdiribsən? Dedim, baxış sayı çox olsun. Hər zivili adam səhifəsinə qoymaz ki. O sənin səviyyəsizliyinin göstəricisidir. Ki, səviyyəsiz şeyləri gəlirsən, paylaşım edirsən. Qəsdin nədir, qərəzin nədir? İndi bu səviyyəsizlər, bu səviyyəsiz adamı tez-tez verilişə çağırırlar. Adam qayıdır, nə deyir? 12 imamın adı Quranda varmı?
12 imamın adı Quranda varmı? Və cəmiyyətdə, kör cəmiyyətdə də bəzi insanların gözü də kör, bəh, düz deyir. Cavab verin, 12 imamın adı Quranda varmı? İlk əvvəl adama deyirlər ki, Quran neçə səhifədən ibarətdir? Bu bir. 2. Sən hər şey Quranda olmasına yəqinliyin mi var? Və sən Quran heç müqəddəs zat bilmirdin. Deyirsən, Quran müqəddəs zat deyil. İndi nə gəlib sən Quran içərisindən nəsə axtarış eləyirsən, Quranda varmı? Bunlar hamısı məqsəd yönlüdür. Onu ora çağıranlar, o verilişə çağıranlar, onun səviyyəsində olan adamlardılar. Onu çağırırlar, orada başlayırlar qalmaqal. Nəyə görə çağırır? Kanalında baxış sayı çoxalsın. Görürsən, bax, səviyyəsizlik budur. Və onu çağırır, fitnə törətsin. 12 imamın adı Quranda var. Məgər Quranda hər şey olar. Əgər biz bu məntiqdən yanaşsaq, gərək onda çox şey tətil eləyək ki, Quran-ı Kərimdə yoxdur. Məgər bizim hökmü ələ gətirməkdə ancaq yeganə mənbəmiz Qurandırmı? Əgər belədirsə, onda Peyğəmbərin sünnəsi nəyə lazımdır? Peyğəmbərin sünnəsini onda tullayaq da ataq. Və niyə deyirik Peyğəmbərin sünnəsi? Peyğəmbərin sünnəsi. Bəs demək, Peyğəmbərin sünnəsi Quranla paraleldir. 12 imamın adı Quranda yoxdur. Amma Peyğəmbər 12 imamın adını deyib. Peyğəmbər 12 imamın adını sayıb, mötəbər hədislərlə, sənədi səhih hədislərlə. Bəs bunu Peyğəmbər bizə tərif edir. Sən nə gəzirsən Quranda? Ad gəzirsən? Quran-ı Kərimdə məgər var, qeyd eləyir Allah neçə rəkat namaz qıl. Deyir, namaz qıl. Sən deyir, neçə rəkat qıl. Neçə dənə səcdə elə, neçə dənə ruku elə. Yoxdur. Onda niyə özündən qiyam eləyirsən, ruku eləyirsən, səcdə eləyirsən? Nəyin əsasında eləyirsən bunları? Eləmə da, özün bildiyin kimi, o bir dənə deputat idi, nə idi, getmişdi. Azərbaycanda Göyharağa məscidində namaz qılırdı. Təəccüb elədim. 50 dənə səcdə eləyir. Dalvadal 30 dənə ruku eləyir. Da indi Allah qəbul eləsə, o cür qılır. Da elə o cür qılın da, hərə öz bildiyi kimi qılsın. Və niyə vahid qanunla namaz qılırsan? 3 rəkət, 4 rəkət, 2 rəkət, hər rəkətin bir qiyamı, bir rukusu, 2 səcdəsi. Harada yazılıb bu? Bəs bunlar Peyğəmbərin sünnəsindədir. Sən elə danışırsan ki, sən elə öz tayında, sənin səviyyəndə olan adamlara sən söz çatdıra bilərsən. Bəzi insanlar da var, əcib qəridir, bu səviyyəsizi alim adlandırırlar. Onu alim adlandıran demək onun şəxsiyyətini bilir ki, onu alim adlandırır. O da elə onun bir tayıdır. O nə qədər səviyyəsizdirsə, onu alim adlandıran da 10 qat ondan səviyyəsiz adamdır. Bütün hər zadı Quranın ayələridir, hər nə var sual altına aparır. Bu səviyyəsizi çağırırlar verilişə. Bu səviyyəsiz görürsən buna nə qədər maya qoyublar buna. Bunun arxasında, bu öz başına deyir ki, bunun arxasında qüvvələr var. Özünün neçə dənə sosial şəbəkələri var. Qatır, qatışdırın, daxil zamandır da belədir. Biraz ayıq-sayıq olmadan ayağın sürüşəcək. O dəfə cümə namazında nə danışdım? Axır zamanda çox ehtiyatlı olmalıyıq. İnsanların ayağı tez sürüşür. İnsanlar diqqət eləyə bilmirlər bəzi məsələlərə. İnsanlar bu vəziyyətdə haqqı batildən ayıra bilmir. Gah saqqal qoyur, gah üzünü qırxır, gah qalstuk vurur. Bilmirsən də bu adam nəyə qulluq eləyir, hansı yoldadır. Amma digər də indi özünün auditoriyası var, öz səviyyəsində olan auditoriyası var. Allah onunla auditoriyasını birlikdə hidayət eləsin inşallah.